Ayın 21-i bundan bir almışam. 8-də bir alıb, alam gətirən kimi də buzla veriblər mənə. Gətirən kimi həkim vurub bunu. Heç kimin malını bax belə eləməsin. Baxın. Baxın, ətkiyərlə. Baxın, ehtiyatlı olun. Bizim fikrimiz budur ki, o vaksindən zəhərlənib. Məhz prozot xəstəliyinə qarşı onların həkimdən əldə etdiyi məhz bu dərman vurulduqdan sonra 3 gün sonra heyvanların kütləvi tələfatı baş verib. Heç kimə belə göstərmir. Ağır dərd. Baxın. Ölmüş heyvanlar yandırılır, xəstəlik yayılmasın deyə təsərrüfat sahibi belə bir addım atıb. Görüntülər Abşeron rayonundandır. Qardaş gəlin. Bax gəlin, bax. Bax göz qabağında. Bax bayaq. Bax quzu bax gördün, qaçan quzu gəldi, bax yıxıldı burada, bax ki ölür. Bax yəni ki ölüm müşahidəsi bax belənçi idi. Hal-hazırda bax bu qoyun burdadır. Bax. Yəni ki mən 120 qoyundan qalan qoyunum budur. 120 baş qalan qoyundan budur. 10 ildir ata, oğul, 3 uşaq, bir ata, bir ana, bir oğul, bir yoldaşım. 10 ildir biz bunun qırağında zulüm çəkədik. Bu da axırımız. Bax bir nağayraq, hara gedək biz? Bax kimə müraciət edək? Bax bu da bütün heyvanımız. Bax qardaş. Qalan da budur. Nə ətin yemək olar, nə satmaq olar. Qobu qəsəbəsində vətəndaşa məxsus fermada kütləvi heyvan tələfatı baş verib. Qeyd edim ki, xırdabuynuzlu heyvanlar artıq fermada ölüblər. Onu da qeyd edim ki, vətəndaşın iddiasına görə 120 baş xırdabuynuzlu heyvandan artıq 40-ı tələf olub. Buna səbəb kimi isə məhz prozot xəstəliyinə qarşı onların həkimdən əldə etdiyi məhz bu dərman vurulduqdan sonra 3 gün sonra heyvanların kütləvi tələfatı baş verib və artıq özümüz də şahid oluruq ki, heyvanlar ölməkdə davam edir və hazırda yanımızda quzu can verir, bunu da görürük və qeyd edim ki, ölən heyvanlar isə artıq qıraq ərazidə torpaq qazılaraq bastırılır və yandırılır. Bu da xəstəliyin yayılmaması üçün bir əlverişli olduğunu düşünürlər. Onu da qeyd edim ki, artıq əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub və problemin hardan və necə qaynaqlandığı haqqında məlumat əldə edirlər. Rayonda vətəndaşa məxsus təsərrüfatda baş verən kütləvi heyvan tələfatı ciddi narahatlıq yaradıb. Belə ki, son 3 gün ərzində təsərrüfatda kütləvi xırdabuynuzlu heyvanlar tələf olub. Əlindən böyük, illə zəhmət çək. Arpasına, yoncasına, soğuğun bilmə, isti bilmə. Bu da axırı, yandır heyvan. Zərər çəkmiş vətəndaşlar hadisənin səbəbi kimi baytar həkimlər tərəfindən tətbiq olunan müalicə tədbirlərini göstərirlər. Onların iddiasına görə hər il profilaktik məqsədi ilə istifadə etdiyi dərman və iynələr bu dəfə səhv tətbiq olunub və nəticədə heyvanların ölümü baş verib. Sakinlərin sözlərinə görə xüsusilə diqqət çəkən məqam odur ki, yalnız iynə vurulan heyvanlar tələf olub. Bu isə təsərrüfat sahibində ciddi şübhə yaradıb. Hal-hazırda bu saat 40 baş heyvanım qırılıb. Ondan indi bax qalanları bulardı. Bir hardasa bir 10 başı da o yəni ki o küçə bu itlər sürüyüb aparırlar ətləri. Yəni bu göz qabağında bular. Qalan heyvanım da ordadır, xəstədir, qırılır. Yəni ki özünüz də görə bilərsiniz. Bu saat buraxın dayanırlar. Bu saat 6-7-si dayanıb ölür. Ayın 18-i dabaq iğnəsi vuruldu. Özümüz vurmamışıq həkimlə. Həkim gəlib vurub, baytar həkimi. Ayın 21-i prozot iğnəsini vurmuşuq. Təzədən. Ki bəs iğnə demişəm deyib olar vurmaq. Problem yox. Gətirib vurmuşuq. Ayın 21-i vurulandan sonra bir həftə 8 gündən sonra bir heyvanımız öldü bizim. Dedim ay həkim, bəs heyvan bəs belənçi dedi olsa prozotda ikincisi vurulmalıdır. Ayın 8-i, aprelin 8-i ikinci iğnə vuruldu qoyuna. Yenə də gəldi həkim özü nəzarəti ilə biz köməkliyimizlə yenə vurduq bu iğnəyi. Yəni qırılma davam edir. Ayın 12-sindən başladı o kişi zəng elədi atam ki, bəs gəl, heyvan ikisi dayanıb. Biri ölüb, biri bəs belənçi. Gətirmişəm bu kişinin yanına, həkimin yanına, Ramzi həkimin yanına. Yarıb baxıb, deyib ki, bu zəhərlənmə müşahidəsi olunur bunda. Örüşü özü dəyişin. Yəni ki, özü də burada. Bu belənçi olub. Ondan sonra örüşü demişəm dəyişər. Səhəri atam deyib ki, ikisi də dayandı. Elə kütləvi başlayıb qırılmağa. İndi aparıb laboratoriya bir quzu vermişik. Həftənin əvvəli. Bir də dinənlər qoyun aparıb vermişik laboratoriya, şəhərə. Yenə həkiminin özünə. Ki, görə bu nedəndir? Bilinmir. Bunlar da tapa bilmirlər. Biz dərdin bilmirik ki, bu sarılıqdır, zəhərlənmədir, bu bilinmir. Bax, qardaş, bu bizim aldığımız dərman. Baytarlıqdan. Ayın 21-i bundan bir almışam. 8-də bir alıb, alam gətirən kimi də buzla veriblər mənə. Gətirən kimi həkim vurub bunu.
Bax bunu. Bu da mənim bayından götürdüyüm pullardır. 10.000 Akses bayından götürmüşəm. 5.000 də Finkap bankından yutmuşam təsərrüfat. 15 ildir, arası 13 ildir biz Akses bayından işləyirik. Mən də o pulu götürmüşdüm, bu təsərrüfata vermişdim. İndi mən qalmışam ki, bu qoyun qırılandan sonra mənlə ailəmdə az qaldı. Mən bu bayınları ödəyə bilməyəcəyəm. Xahiş edirəm, mənə köməklik eləyin. Deməli, keçən ayın mart ayının 18-də dabağa qarşı vaksin vuruldu. 3 günündə təkrar bir başqa brazota qarşı vaksin vuruldu. Üstündən bir neçə gün keçəndə bu ayın 8-də təkrar brazota qarşı vaksin vuruldu. Müraciət eləmişik həkimlərə. Gəliblər, baxıblar, onlar da bir çarəsini tapa bilmirlər. Təxmini deyirlər sarılıqdır ya da ki zəhərlənmə. Biz özümüz həmin vaksin şüşəsini saxlamışıq. Bizim fikrimiz budur ki, o vaksindən zəhərlənib. Çünki kütləvi gündəlik 5, 6, 8 ölür. Yəni fikrimiz budur. Baytarlar da qırılır da. kütləvi qırılma gedir. Yəni qalan heyvanımız odur, o da ki, bax nə qədəri dayanıb, gözləmirik ki, o sağlam qala. Onlar da qırılmaq üzrədir. Məsələ ilə bağlı açıqlama verən Baytarlıq Xidmətinin nümayəndəsi isə səsləndirilən ittihamları qəbul etmədiklərini bildirir. Onun sözlərinə görə artıq hadisə ilə bağlı müayinələr aparılıb və laborator analiz üçün nümunələr götürülüb. Bu qədər heyvanın tələf olmasının səbəbi nədir? Bax, bu qədər heyvan tələf olub. Bu Qobu qəsəbə sakini Səfdərov Emin Haqverdi oğlu bizə müraciət edərək heyvanlar arasında ölüm və xəstəlik hallarının baş verdiyi barədə məlumat vermişdir. Biz dərhal təsərrüfatda olduq. Ölmüş 3 baş heyvandan deməli yarıma apardıq. Yəni ilkin müşahidə zəhərlənmə və mexaniki sarlıq, mexaniki leptospiroz xəstəliyində şübhə əlamətləri müşahidə olunurdu. Biz dərhal həmin ölmüş heyvandan patoloji material nümunələri götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytar Laboratoriyasına nümunə göndərdik. Yəni hələ dəqiq deyil də hələ. 13-cü 4-cü ay 2026-cı ildə patoloji material göndərdik. 15 apreldə bir baş, 3 baş ölmüş deməli xırda buynuzlu heyvandan bir başın cəmdəyi tam olaraq yenə də Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytar Laboratoriyasına göndərildi. Hal-hazırda xəstə heyvanlar arasında simptomatik müalicələr, müalicələr aparılır, antibiotik terapiyası aparılır, xəstə heyvanlar ayrılaraq tərəfimizdən antibiotik terapiyası aparılır. İddia var ki, həkimlərin verdiyi dərmanlardan sonra bu heyvanlar tələf olub. Bu nə dərəcədə doğrudur? Onu biz laboratoriyanın cavabından sonra dəqiq bir söz deyə biləcəyik. Çünki bizdə hal-hazırda şübhələr var. Şübhələr zəhərlənmə və mexaniki leptospiroz, mexaniki sarlıq xəstəliyində şübhələr var. Biz hal-hazırda laboratoriyanın cavabını gözləyirik. Hazırda faktla bağlı araşdırma aparılır. Heyvanların hansı səbəbdən tələf olduğu, xəstəlik, dərman reaksiyası və digər amillər rol oynadığı laborator nəticələrindən sonra dəqiqləşəcək. Nizami Rəsulov, xüsusi olaraq Dinas TV üçün.